Herkese salamlar. 2026-cı ildə vergilər qanun dəyişikliyinin qısa icmalını verək. Fərdi sahibkarlarda vergi dəyişikliyi, desentiv ödənişləri var. Əvvəl ticarət sahəsində məşğul olanlar 25%-ni ödəyirdi, 100 manat. İkinci sahəsində olanlar 50%-ni, minimum əmək haqqının 200 manat və bu da əmsallara görə regionlar üzrə dəyişirdi, Sumqayıt Bakı üzrə. İndi vahid faiz tətbiq edilir, 2%. Və dövriyyənin, gəlirin yox, dövriyyənin, məsələn, 100.000 manatlıq dövriyyəniz varsa 2%, amma burada minimum və maksimum var. Minimum 15%-dir, minimum əmək haqqının. Hal-hazırda minimum əmək haqqı 400 manatdır, ilin sonuna kimi dəyişə bilər. Maksimumda əmək haqqının bir misli 400 manat nəzərdə tutulur. Yəni minimum əmək haqqı sabahlar 500 manat olsa, bu məbləğ də avtomatik olaraq dəyişəcək. Digər dəyişiklik isə sabit qəbzlərə aiddir. Faiz dərəcəsi 3%-dən 5%-ə, 5%-lər isə 8%-ə dəyişir. Həmin 5%-lərin siyahısını da sizə göstərirəm. Yəni 3%-lər kimləri idi, 5%-lər kimləri idi. Digər dəyişikliklər, qanun dəyişiklikləri haqqında növbəti videomuzda ətraflı paylaşılacaq.